Paşinyanın Qarabağ danışıqlarına aid 1999-cu il sənədlərini açıqlaması Ermənistanda müzakirələrə səbəb olub. Açıqlanan 13 sənəd arasında ATƏT-in Minsk qrupunun Qarabağ probleminin həllinə dair verdiyi son təkliflər də var. 44 günlük müharibədən bir il öncə verilmiş həmin təklifə görə Ermənistan işğal altındakı 7 rayondan çıxmağa razılaşmalı, əvvəlcə 5 rayon qaytarılmalı, daha sonra Laçın dəhlizi saxlanmaqla Laçın və Kəlbəcər rayonları ilkin dövrdə ATƏT-in nəzarətinə verilməli, bununla paralel Azərbaycan tərəfindən blokadanın qaldırılması prosesinə başlanmalı, daha sonra isə ATƏT-in təşkilatçılığı ilə Qarabağda əhali arasında statusla bağlı referendum keçirilməli idi və tərəflər referendumun nəticələrini qəbul etməli idilər. Müxalifət sənədlərin çapına dərhal reaksiya verib. Keçmiş prezident Levon Ter-Petrosyanın Ermənistan Milli Konqresi partiyası bildirib ki, onların şübhələri özünü doğruldub. Çünki ATƏT-in son təklifi reallaşsaydı, Qarabağ müstəqil olacaqdı. Partiya tələb eləyir ki, baş nazir ATƏT-in həmin təklifinə nə cavab verdiyini də açıqlasın. Cavabın nə olduğu bəlli deyil. Partiyanın təmsilçisi Levon Zurabyan iddia eləyir ki, Paşinyan təkliflərlə razılaşıb bu istiqamətdə iş görmək əvəzinə faktiki sülh danışıqlarından imtina eləyib və dağıdıcı müharibəyə yol açıb. Paşinyan son illərdə deyirdi ki, əslində sülh prosesi heç zaman Azərbaycanın Qarabağ üzərində suverenliyinə qarşı olmayıb. Onun iddiasına görə Ermənistanın əvvəlki liderlərinin vaxtında sülh prosesi faktiki Qarabağın Azərbaycana qaytarılması yönündə gedib. Yəni Qarabağın nə müstəqil olması, nə də Ermənistana birləşdirilməsi müzakirə predmeti olmayıb. Keçmiş prezident Serj Sarkisyanın partiyası da bəyan eləyib ki, sənədlərin çapı Paşinyanın siyasi fiaskosunu alnında Qarabağı təhvil verən rəhbər damğası olduğunu təsdiqləyir.